9-cu əsrdə Ərəb xilafəti xeyli zəifləmişdi. Bu dövrdə Azərbaycanda Şirvanşahlar dövləti, Şəkil hakimliyi, Dərbənd əmirliyi, Tiflis əmirliyi, Rəvvadilər dövləti, Şəddadilər dövləti, Sacilər dövləti, Salarilər dövləti kimi bir çox dövlət meydana gəlmişdi. Azərbaycanın qərb torpaqları uğrunda mübarizə aparan dövlətlərdən biri də məhz Şəddadilər dövləti idi. Bu sülalənin əsası 951-ci ildə Məhəmməd ibn Şəddad tərəfindən qoyulmuşdur. Lakin bu sülalə 971-ci ilə qədər Salarlərə tabi oldu. Məhz həmin ildə Şəddadilər müstəqilliyini elan edirlər və Şəddadi dövləti yaranır. Mənim fikrimcə, Şəddadilər dövlətinin ən yaxşı hökmdarı onların yaradıcısı Əli Ləşkəri olmuşdur. Məhz Əli Ləşkərinin dövründə Gəncədən başqa bütün Şir və Araz çayları arasındakı torpaqlar Şəddadilərə birləşdirilmişdir. Əli Ləşkərdən sonra qüdrətli Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin dövründə Xudafərin körpüsü inşa edildi. Bu körpü Azərbaycan tarixində dərin iz qoymuş abidələrdən sayılmalıdır. Bu möhtəşəm abidəmiz 1-ci Qarabağ müharibəsi zamanı erməni vandallarının işğalı altına düşmüş və dağıntılara məruz qalmışdır. Lakin 2-ci Qarabağ müharibəsi zamanı erməni işğalından bu abidəmiz təmizlənmiş və 18 oktyabr 2020-ci il tarixində bu möhtəşəm abidəmiz öz əvvəlki sakinlərinə qovuşmuşdur. Fəzl ibn Məhəmməddən sonra taxta 2-ci Ləşkəri çıxmışdır. 2-ci Ləşkərin dövründə əsasən Azərbaycana Səlcuq oğanları başlamış və Azərbaycandakı Şəddadilər dövləti xeyli güclənmişdir. 1037-ci ildə Dəbilə hücum edən Bizans qüvvələri, 1038-ci ildə isə Tiflisə hücum edən Bizans qüvvələri Şəddadilər qarşısında ağır məğlubiyyətə uğramışdır. 2-ci Ləşkəridən sonra taxta Əbləsvar Şavur çıxmışdır. Onun dövründə, yəni 1054-cü ildə Şəddadilər Səlcuqlara tabi olmuşdur. Apardığım araşdırmalara görə bu müqavilə tabi olmaqdan çox əsasən də dostluq müqaviləsi idi. Bunu sonradan birlikdə aparacaqları mübarizə də açıq-aydın göstərirdi. Əbləsvar Şahın dövründəki digər mühüm hadisə Gəncə qala qapılarının inşası idi. 1063-cü ildə bu qala qapıları İbrahim Osmanoğlu tərəfindən inşa edilmişdir və bu qapılar Gəncənin müdafiə edilməsində mühüm rol oynamışdır. 1139-cu ildə Gürcülərin hücumu nəticəsində bu möhtəşəm abidəmizin qala qapıları Gürcüstana qənimət aparılmışdır. Hazırda bu qala qapıları Gürcüstanın Gelat monastırında saxlanılmaqdadır. Əbləsvar Şavurdan sonra Şəddadilərin gücü xeyli zəifləmişdir. 2-ci Fəzlin hakimiyyətdə qısa sürdüyü üçün ondan sonra taxta 3-cü Fəzl çıxmışdır. Lakin 3-cü Fəzlin bölgədə özbaşına hərəkətləri Şəddadilərin Səlcuqlardan qopmaq istədiyini bildirir. Və 1-ci Məlikşah Şəddadiləri özünə təhlükə hesab edərək 1088-ci ildə sərkərdəsi Qubanı Şəddadilər üzərinə göndərdi və beləliklə Şəddadilər süquta uğradı. Sevinirəm ki, bugün İlham Əliyev Şəddadilər dövlətinin tarixi irsinə sahib çıxır. Təkcə Şəddadilər dövləti deyil, başqa Azərbaycanın tarixi abidələri də İlham Əliyev tərəfindən yenidən bərpa edilmişdir. Buna 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Gəncənin önündə qurulan Gəncə qala qapılarını və Quba Memorial kompleksini nümunə göstərmək olar. Mən öz sözlərimi Heydər Əliyevin bu kəlməsi ilə bitirmək istəyirəm. Mən fəxr edirəm ki, Azərbaycanlı